Təsəvvür edin ki, əlinizdə tək bir chia toxumu tutmusunuz. O qədər kiçikdir ki, yəni az qala toz zərrəsinə bənzəyir. Hə, demək olar ki, gözə görünmür. Eynilə. İnsan düşünür ki, bu qədər kiçik bir şeyin qida dəyəri də əhəmiyyətsiz olmalıdır. Amma bugün sizinlə birlikdə mənbələrimiz əsasında bu kiçik qara nöqtənin arxasında yatan biologiyaya dair dərin araşdırma aparacağıq. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Missiyamız bu kiçik toxumun niyə belə böyük təsirə malik olduğunu kəşf etməkdir. Düzdür. Çünki biz adətən qidanın gücünü, belə deyək, onun ölçüsü və ya kalorisi ilə o ölçməyə öyrəşmişik. Ancaq chia toxumunun əsl sehri onun strukturundadır. Yəni, o əslində yavaş salınan bir enerji kapsulu kimi işləyir. Qidalanmadan danışırıqsa, təbii ki, ilk fiziki təsir onun bizi necə hiss etdirməsidir. Həmişə eşidirəm ki, chia insanı uzun müddət tok saxlayır. Sanki mədəmizdə avtomatik bir iştah tənzimləyici düymə rolunu oynayır. Baxın, burada valeh edici olan odur ki, toxumluq o xarici lifli təbəqə mədəyə daxil olan kimi mayeni sürətlə özünə çəkir. Öz çəkisindən dəfələrlə çox səhv etmirəmsə. Bəli, düz 10-12 dəfə çox su saxlaya bilir. Nəticədə toxumlar fiziki olaraq genişlənir, şişir. Bu genişlənmə isə mədə divarlarını gərir. Aydındır. Deməli, o dartılma hissi yaranır. Tam olaraq. Mədənizdəki reseptorlar bu hərəkəti hiss edən kimi beyinə birbaşa siqnal göndərir ki, biz toxuq yeməyi dayandır. Vay, yəni bədənin fiziki toxluq sensorlarını sözün əsl mənasında manipulyasiya edir. Bu, mənbələrimizdəki o 2017-ci il araşdırmasının nəticəsini də əla izah edir. Hə, o araşdırma çox maraqlıydı. Bəli, orada chia toxumunu istifadə edənlərin gündəlik kalori qəbulu düz 25% azalmışdı. Təsəvvür edin, siz heç bir aclıq çəkmədən gündəlik yeməyinizin 1/4-dən imtina edirsiniz. Çünki beyniniz toxu olduğunuza inanır. Özü də bu, mexanizmin sadəcə başlanğıcıdır. Mədədə şişən bu kütlə daha sonra bağırsaqlara doğru hərəkət edir. Elə mən də buna toxunmaq istəyirdim. Sağlam qidalananların çox vaxt chia toxumunu yeməzdən əvvəl gecədən suda və ya süddə saxladıqlarını görürük. Bu bir növ süngəri suyu çəkmək üçün hazırlamağa bənzəyir. Elədir. Yəni quru yeməkdən nəyə daha səmərəlidir? Bunun çox ciddi bioloji səbəbi var. Həmin o gel təbəqəsi selik adlanır. Əgər siz chianı quru halda yesəniz, həzm sisteminiz o sərt qabığı parçalamaq üçün çox böyük enerji sərf etməli olacaq. Yəni bədəni boş yerə yoruruq. Eynilə. Lakin islatdıqda toxumu əvvəlcədən həzmə hazırlayırsınız. Daha da önəmlisi, bu gel bağırsaqda əla bir prebiotik rolunu oynayır. Faydalı bakteriyaları qidalandırır. Bura qədər hər şey aydındır. Mədə dolur, bağırsaqdakı bakteriyalar da sevinir. Bəs bu toxumun tərkibi qan dövranına sorulanda nə baş verir? Çünki mənbələrdə xloragen turşu, quercetin, kainferol kimi çox qəliz sözlər var. Hə, o adlar adamı biraz çaşdırır. Ən maraqlı məqamda elə budur axı. Mənə görə bunlar bədənin kiçik və dayanmaz bir təmir briqadasıdır. Çox gözəl bənzətmədir. Əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, o adlarını çəkdiyiniz maddələr çox güclü antioksidantlardır. Onlar qan dövranında patrol edərək sərbəst radikalları zərərsizləşdirir. Yəni hüceyrələrin yaşlanmasını, belə deyək, paslanmasını dayandırırlar. Düzdür. Həmçinin tərkibindəki bitki mənşəli omega-3, yəni ala maddəsi, iltihabı azaldır, ürəyi qoruyur və qan təzyiqini tənzimləyir. Bir də qadınların hormonal sağlamlığına çox müsbət təsir edir, çünki hormonlar bu yüksək keyfiyyətli yağlardan qidalanır. Beləliklə, bütün bunlar sizin üçün nə deməkdir? Sadəcə kiçik bir toxumu su və ya süd vasitəsilə rutininizə qatmaqla kalori nəzarəti, bağırsaq, ürək və hormonlar üçün tam bir paket əldə edirsiniz. Bu isə doğrusu çox vacib bir sual yaradır. Hansı sualı? Əgər chia toxumunu sadəcə suda islatmaq onun həzm səmərəliliyini bu qədər dəyişirsə, görəsən qida kimyasını bilmədiyimiz üçün hər gün yediyimiz başqa hansı qidaların əsl potensialından yan keçirik, mətbəximizdə hələ kəşf olunmamış hansı sirlər yatır?